Deməli, bundan öncəki videoda biz tətilə hazırlıq vlogu çəkdik. Daha doğrusu mən çəkdim. Anam çantaları hazırlayırdı. Nəysə, indi gedək. Görək. Başımıza nələr gələcək. Qırtızlandıq. Burada kombinlərimiz. Nurayın sumkası olmasa. Zibil əlimdə olmasa, bəli. Gəlmişik Xambulana və gəldik ortama baxdıq. İndi çəkiş eləyəcəyik. İndi normal bir yer tapmağa çalışırıq ki, əynimizi dəyişək. Yer tapıb axtarırıq. Paltarımız əlimizdə. Gəl, buna görə çıxmaq olmur. Məktəbin pləkanlarından 5 dəfə çıxsam bu ağrıya deyərsən ana. Hələ yarısı qalıb. Hadi koçum. Bayaqdan səs gəlir, sən də bundan gəlmiş. Duman ikinci taydı. Bitdik. Niyə? Çünki bir ayağa güc veriyor ona görə. Mən ancaq bu ayağımla çıxıram bayaqdan. Parmağımızı işıqlataq. Belə eləyəndə artıq kombinimiz dəyişmiş olsun. Gətir. Deyən. 3, 2, 1. Mən necə düşüm indi? Oturmuşam, irlən çəkdiyəm bu dəqiqə. Anamı gözləyirəm ki, özünü çəkəndən sonra gəlib məni çəksin. İndi gəzirik biraz. Gedirik avtobusumuzun olduğu yerə. Görək növbət dayanacaq haradır. Belə bir yerə gəlmişik. Bəli. Şulankdan bulaq axırdı. Bulaq suyu daha doğrusu. İnşallah. Şalvarım ağrıdı, yəni batırmadan görməklər əlimi yuya bilirəm. Gəlmişik. Adı restoran Şəlalədir. Şəlalə çaydı da bu, hə? Bu çaydır. Əslində biz çayın səsində Xambulan tərəfdə çoxlu qəşəng restoranlar var idi. Aslında burada deyil qəşəngdir. Sadəcə restoran deyilir, çayxana deyilir. Göl ətrafında icazə vermirlər. Yemək, qidalanmağa icazə vermirlər. Ancaq çaya icazə verirlər. O da biz az olduğumuza görə gəlmişik restoran Şəlalə. Deməli, burada qaldığımız yerdə belə bir çay axır. Baxın, bura bizim qaldığımız yerdir. Burada da belə çay axır. İndi bura düşməyə yer tapmırıq. Gəlmişəm buradan hoppanım ora. Bəli. Təşəkkür edirəm. Anam dedi ki, orada da keçdin sən. Mən oradan hoppanıb gəlmişəm. Yorğun otlandım da. Sifətini qırpıç. Mən də yorğunam, amma bu havanın, bu mənzərənin, bu təbiətin dadını çıxartmasan olmaz. Ona görə belə əynimizi dəyişmişik rahat. Nuray göstər də, başından da siz yan görün. Əynimizi belə rahat dəyişmişik, taksiqadayam. Gəl də göstər. Mən taksiqada deyim. Normal tutdu. Bax bu bir kanıtdır. Bu bir kanıtdır. Mənə deyir ki, videolarımı yaxşı seçmirsən. Mən tutduğu... Hələ mənim bir dənə videomu çəkib yerlənsəydə. Yəni... Çox qəşəkdir. Anacan çox qəşəkdir. Anacan deyirəm. Birinci çəkdiyimi paylaşın. Gedək görək. Hardan düşmək olur. Burada hovuz var. Üzü gidiyor. Çıxış yolu tapdıq. Axır ki... Mən ayağımı salım da bura. Donum da burada. Axırıncı dəfə şeydə hardaydı biz gedəndə ana? Zaqatalaydı, Balakən idi. Çay idi. Hə. Yəni B12 əysiliyinə görə Qəbzlərə. Biraz qorxuram düzdür bura ayağımı salmağa. Çünki
Hər an hər bir şey çıxa bilər məncə. İndi belə biraz çayın videosunu falan belə çəkim. Sonra sizlə yeridən görüşərik. Burada belə bir balıq tutmaq üçün cihaz tapmışam. Ana! Olta! Ay Allah! Bunu prosta bura keçiriblər ki, heç kim götürməsin məncə. Nə edirəm bax sənin oltanı? Deyəcəm. Nəysə, istədim bir çılğınlıq eləyim. Ayaqqabımı çıxardım. Amma çıxara bilmədim. Niyə? Çünki məncə niyə də, yəni 1 saniyəlik bir ayağımı salmağım üçün ayağımı isladım. Sonra ayağım palçıq olsun, yenə ayaqqabımı geynə bilməyim. Bu arada anam da burada video çəkir. Nəysə. Evet. Geçtik. Nəysə. Belə də saydı da yəni bura. Belə. Mən oradakı orta yerə keçmək istəyirəm. Bilməm, keçə bilərəm, keçə bilmərəm, amma keçərəm. Keçərəm. Sən keçək. Baxın, bax, ora deyirəm, ora keçmək istəyirəm. İnşallah yıxılır. Bunlar olaram, ora keçmək istəyirəm. Hətta keçə bilməyəm. Keçə bilməyəm, bax ya. Ayağım ısladı. Oraya keçməyəcəm. Buradan keçməyəcəm. Buraya bakayım oraya. Oğlum buraya yok yer. Ay yaxşı olmaz. O beni elədiyini burada bekləyəcəm. Ana. Yıxılıram. Ortaya keçmək istəyirəm. Balaca bir yer belə olsa, amma yəni bu tərəf dərindir də bayağı bir. Yəni içinə düşsəm dizmə qədər girəcək də, yəni suya belə. Amma sırf anamı çəkmək üçün bu işgəncələrə katlanıyorum şu an. Çayımızı da içdik. İndi oturmuşam. Biraz bekarçılıqdır. Ona görə biraz Brawl Stars oynuyorum. Öz oyunum vardı, onunla oynuyorum. Çünki aşırı ürəyim sıxıldı. Durub oradan da gəzsəm ayağım ağrıyır yəni. O bir dənə TikTokda səs var. Deyir, nə deyirdi orada? Gəzmək üçün çox yorğunum. Oturmaq üçün çox sıkılıyorum. Nəsə bir şeydə necə boş vermişsiniz. Nəysə, indi oturmuşam belə. Oyun oynayıram. Qısacası buranın durum dəyərləndirməsi eləsəm, məncə 10 üzərindən 7. Tək 3 ballıq problemi sizlərdən kəsdim. 3 ballıq problemdə çay olmamasıdır. Yəni evdə çay olmamasıdır. Budur. Yəni 3 bal mən çay çox önəmli olduğu üçün 3 bal buradan kəsdim mən. Bir də internet də yoxdur, ondan da kəsmişəm. Haberiniz olsun. İnternet var aslında, bu da paroludur, bilmiyoruz. Ben. Çıxmışam. Özüm yine buranın həyətini gəzirəm. O qədər tərəmişdim ki, Lənkəranda hava aşırı isti idi. Saçıma baxın, buruq olub. Klask eləmişdim yəni. Nəysə, amma nə yaxşı ki, birlikdə belə həminki cür bir istilik yoxdur da. Burası sərindir. Yəni tam meşənin ortasıdır. Amma bayaqdan məni nəsə yeyir də, yəni düz alnımdan, ayağımdan, qolumdan, bütün qolum, ayağım, hər yerim milçəklər tərəfindən yeyilib də. Belə hava sərindir. Düzdür, biraz şortikli hava soyuyur. Şortik geyinmişəm, amma əminəm ki, birazdan artıq şortiki çıxartmalıyam. Çünki soyuq dəqiqətən. Kartını dəstimi geyinəcəm. Gəlin anormal yollarından çıxaq. Domikimizə. Allah. Düz yola qoyub gedim. Anormal yollardan keçirəm. Allah. Bu da bizim düz domikimizdən olan mənzərəmiz. Baxın. 4-cü gündən hamınıza salamlar. Bəli. 4-cü. Yağış yağır ana. Diləyin qəbul oldu manifestin. Bayaqdan deyir ki, kaş yağış yağardı.
Çək şəhərdə. Allah bir də sənə yarış. Şəlaləyə yarış. Deyir. Nə deyir? Deməli, indi Şirikdəyik. Amma aşırı soyuqdur və mən heç soyuq olmağına baxmayaraq həm də qısa qol şortikdəyəm. İndi burada deyirlər mağara var. Çıxırıq görək, tapa biləcəyik oranı. Gəlmişik buradakı mağaraya. Neyse, inşallah tapar. Nəfəsim kəsdir. Qızım mən. Akıl var ya, o eləyək. Nə? Burundan çıxıracaq. Qızım mənə. Gül verir. Kimsə Kəndi düşmür. nəfəsi olan. Ha, sanmıram. Bura nədir? Eynidir. Bu zehir mağaralarının bərpa. Bu qədər yokuş çıxıb, yokuş enmək buna yaradır da, yəni buna baxın. Ayaqqabım ilk gündə qaldı. Amma yəni bu mənzərəyə dəyər də məncə. Deməli, anam dedi ki, Lazada buradan çox sis var idi. Yəni bizim mi bəxtimizə gəlir, ya həqiqətən mi hər dəfə bura bu qədər sisli olur? Baxın. Yəni hər yer dumandır bu dəqiqə. Ya da yıxıldım mən bu dəqiqə buradan. Üzü aşağıdır. Ayağımı bura qoyum. Hə, tamam. O da rahat yer tapdım ki şu an özümə. Belə, üzü yuxarıda digər mağaralardır. İndi aşağı düşmək istəyirəm. Burada oturmaq istəmirəm. Aa, getirəm mən, getirəm. Yoxsa yapışacam yerə. Bir də sürüşəcəm, nə var? Telefonu buradan qoysam, bəzən yuxarı çıxıb telefonu götürməliyəm. Əslində buradan qoysam, bu bir tərəfdən çıxıb telefonu buradan götürə bilərəm. Miş kimi gəlir, amma mən istəməm. Bunu ataq başım. Ara qoyum bunu. Neyse, şətim qolma. Aşırı çox sis var. O bir tərəfə. Yapacağım yerə bir dəqiqə. Allah'ım olsun, çok yapacağım yerə. Mən niyə qalxdım ayağa? Anam o biri tərəfdə video çəkir. Dedim mən otururam, get. Videoyu çək, gəl. Burada cam oturabilirəm. Kes sürüşə gedim. Mən də oturamayacağım. Neyse, bir dənə görüm, nə hoqqadan çıxıram burada. Bir dəqiqə gedirəm, yıxılıram. Yıxıla belə telefonu əlimdən qoymuram yerə, mən bədbəxt. Çox pis qorxuram, çünki çox pis sürüşürəm. Saatım zaten getdi hamısı. Tuttum bura. Tek başıma düşməliyəm. Düşəcəm də. İndi ona görə videonu saxlam, çünki yoxsa həqiqətən yıxılmam olacam burada. Düşdüm. Aa. Deyəcəm öldüm, cənnətə düşdüm, yıxılmadım da ölüm cənnətə düşüm. Yəni həqiqətən belə arxa fon. Həqiqət deyirəm bu arada çox pis duman var da, yəni buna baxın, heç yer görünmür. Heç yer görünmür. Yəni bir dənə bu aşağıda da mənim yanımdır. Deməli, gəlmişik şəlaləyə. Düz. Üşüyürəm, doluram. Yəni necə çeşmə-çeşli yollardan keçmişik. Mən heç olsun üşümürəm. Aha, gəlin də buradan keçsin. Allah. Belə bir yer var burada. Buradan belə keçirik. Və ay Allah, sulu bura.
şəlalənin yanına çıxırıq. Əlim palçıq oldu. Havada və mənim ağ ayaqqabılarım patlatıyor. Saçım istadı ki, saçı qırılsın. Çünki ukladkadaydı. Gəldi şəlalə yamancan qoydu ukladkamı. Qazından hər yerdə hər tərəfdən çıxmağı bacarır məndə. Məncə suyu bağla. Məncə. Burada belə qəşəng şirin-şirin atlar var, uzun qulaqlar var. Mən çatmayan bir şey var. Bax indi başa düşdük də bu atdır, yeşədir, öyrəşib də. Orada balaca uzun qulaqlar var idi. Yəni balaydılar da, hamı da minir onların üstünə. Yəni onun belə ağrımır. Yəni niyə belə eləyirlər? Mənim ürəyim ağrıdı şəxsən. Gözünə baxın, neçək doluşub gözünə. Nəysə. Şort geyinib üstdən şapka geyinəm bir zaman. Soyuqdur, geyinməmişəm. Mənim çox ağacdan qalındır. Hava birdən. Deməli, saat neçədir? Göstər. Saat 23:14. Tamam. Saat 23:14 neçə? Benim durdu. 11 işləyir. 11 işləyir. Oha. Niyə? Görə Mənə teyzəmin belə bərbad verir. şortumdan hava soyuyub. Utqan, Yəni gəlişi o qədər çox təşəmmüm, çox dərin təşəmmümişəm. yatır. Çünki yatmışam bütün yol boyu. Aşkım. Tamam. Bəli. Mənim dumanım məni çox döyməyəndə qucaqlayır. Ben görüb videomu başlatmışam, qaçır. Get. Arxaya bu arada fikir verməyin. Arxanı nəcünə qoyduq da eləcələn kimi. Nəysə. Tətil vlog da bu qədər idi. Belə vlogların çox gəlməyini istəyirsinizsə, videomu bəyənib, kanalıma abunə olmağı unutmayın. Öpdüm. Hələlik.